Salam uşaqlar, bugün yenə dərsimizə 4-cü sinif riyaziyyatdan qarışıq ədədlər mövzusunu izah edəcəyəm. Araşdırma və müzakirəyə baxaq əvvəlcə. Burada deyir, 2 eyni pizzanın hər biri 6 bərabər hissəyə bölündü. Uşaqlar bir pizzadan bir neçə dilim yedilər, qalan pizza şəkildə təsvir olunub. Neçə tam pizza və neçə hissə qaldı, bunu toplama ilə necə ifadə etmək olar? Baxırıq, birinci 6 hissəyə bölünüb, ikinci də 6 bərabər hissəyə bölünüb və 1 tam və 6-da 2 hissə qalıb. Toplama ilə necə göstərmək olar? 1 üstünə gələk. 6-da 2 bərabərdir 1 tam 6-da 2. Öyrənməyə baxaq. Tam və kəsr hissələrdən ibarət olan ədədlər qarışıq ədədlər adlanır. Məsələn, 1 tam 7-də 2 ədədi 1 tam və 7-də 2 kəsr hissələrindən ibarətdir. Bayaqki nümunə, biz 1 tam 6-da 2 kəsrində 1 tam 6-da 2 hissəsi kəsr hissəsi adlanır. 1 tam 7-də 2 bərabərdir 1 üstünə gələk 7-də 2. Bütün ümumiyyətlə qarışıq ədədləri tam və kəsr hissənin cəmi şəklində göstərə bilirik. Bələdçi, təsvirlərə uyğun olaraq qarışıq ədədləri yazın və oxuyun. Nümunə verib 2 tam 3-də 1. Baxın, 3 hissəyə böldüyünə baxmayın. Birinci, ikinci hissə 3 hissəyə bölünüb. Onu bölündüyü hissə, biz dedik bölmə işarəsi kimi bölündüyü hissə məxrəcdə yazılırdı. Ona görə 1, 2 tam 3-də 1. Bir hissəsi qalıb oldu. İndi A variantından baxaq. Deməli, 2 tam, o birisi də yarısı. 2 tam 2-də 1. B variantına baxaq. 1 tam baxandan sonra 1-in sayırıq. Görək neçə dənədir? 5 dənə. Deməli, məxrəci 5 olacaq. 5-də 2. 1 tam 5-də 2. C variantına baxırıq. 1 tam və baxırıq. Pizza neçə bərabər hissəyə bölünüb? 8. 8-də 3. 1 tam 8-də 3. D variantı 1, 2, 3. 3 tam neçə bərabər hissəyə bölünüb? 6. 3 tam 6-da 4. Keçdik müstəqil işə. Ədəd oxunda təsvirə uyğun qarışıq ədədləri yazın. Baxırıq. 1 tam keçib. Deməli, 1 tam və 1 tam olan hissə neçə bərabər hissəyə bölünüb? 5 hissəyə. 1 tam 5-də neçə hissəsi götürülüb? 1 ilə 2 arasında 3 dənə. 1 tam 5-də 3. İkinci B variantına baxırıq. 2 tam 3 hissəyə bölündüyünə görə ara 3-də 1. 2 tam 3-də 1. İkinciyə keçdik, ikinci tapşırığa. Verilən qarışıq ədədləri tam və kəsr hissələrini müəyyən edin. Bir neçəsini ədəd oxunda təsvir edin. Birinciyə baxırıq. 1 tam 5-də 2. Tam və kəsr hissəsi. Tam hissəsi 1, kəsr hissəsi 5-də 2. 1 tam 3-də 1. Tam hissəsi 1, kəsr hissəsi 3-də 1. 3 tam 2-də 1. Tam hissə 3, kəsr hissə 2-də 1. 5 tam 3-də 2. Tam hissə 5, kəsr hissə 3-də 2. 4 tam 11-də 8. Tam hissə 4, kəsr hissə 11-də 8. 2 tam 9-da 4. Tam hissə 2, kəsr hissə 9-da 4. 6 tam 10-da 7. Tam hissə 6, kəsr hissə 10-da 7. Növbəti səhifə. Qarışıq ədədləri müqayisə etmək üçün əvvəlcə onların tam hissələri müqayisə olunur. Tam hissəsi böyük olan qarışıq ədəd böyükdür. Məsələn, birincidə nümunə verib 2 tam 5-də 2, bir də 1 tam 5-də 3. Ən birinci baxdığımız onun tam hissəsidir. Tam hissəsi böyük onun artıq kəsr hissəsini müqayisə eləməyə ehtiyac yoxdur. Deməli, 2 tam 1-dən böyük olduğuna görə 2 tam 5-də 2, 1 tam 5-də 3-dən böyükdür. İki qarışıq ədədin tam hissələri bərabərdirsə, kəsr hissələri böyük olan qarışıq ədəd böyükdür. İndi tam hissə bərabərdirsə, nümunəyə baxaq. 2 tam 5-də 4, 2 tam 5-də 2. 2 tam hissələri bərabərdir, ikisində də 2-dir. Kəsr hissə birində 5-də 4, birində 5-də 2. Biz bilirik ki, məxrəci bərabər olanlarda sürəti böyük olan böyükdür. Deməli, 2 tam 5-də 4, 2 tam 5-də 2-dən böyükdür. Üçüncü tapşırığa baxırıq. Ədədləri müqayisə edin. 1 tam 5-də 1, 2 tam 3-də 2. Müqayisə eləyəndə birinci tam hissəyə baxırıq. 2 tam 3-də 2
tam hissəsi böyük olduğuna görə deməli bu böyükdür. 5 tam 4-də 3, 4 tam 5-də 3. Tam hissə birinci baxdığımız 5 tam 4-də 3. 5 4-dən böyük olduğuna görə 5 tam 4-də 3-də, 4 tam 5-də 3-dən böyükdür. 6 tam 8-də 1, 6 tam 8-də 3. Artıq bunun tam hissələri 6, 6 bərabər olduğuna görə kəsr hissələrinə baxıram. 8-də 1 və 8-də 3. 8-də 3 sürəti böyük olduğuna görə 8-də 1-dən böyükdür. 5 tam 4-də 1, 5 tam 4-də 1. Bu kəsirlər eyni olduğuna görə həm tam hissə, həm kəsir hissə bərabərdir. 2 tam 2-də 1, 2 tam 3-də 1. Tam hissələri bərabərdir. Kəsir hissələri müqayisə edirik. 2-də 1 ilə 3-də 1. Deməli, sürəti bərabər olan kəsirlərdə məxrəci kiçik olan böyükdür. 2 tam 2-də 1 böyükdür 2 tam 3-də 1-dən. 3 tam 4-də 3, 4 tam 4-də 1. Tam hissələrində tam hissə 4 3-dən böyük olduğuna görə 4 tam 4-də 1 də 3 tam 4-də 3-dən böyükdür. Dördüncü tapşırıq. Boş xanaya uyğun qarışıq ədədi yazın. Hər birinə 4 nümunə göstərin. Boş xanaya uyğun baxırıq. 1 tam 5-də 2-dən böyük. 1 tam 5-də 2-dən böyük ola bilər. 2 tam 5-də 2. 3 tam 5-də 1. 1 tam 5-də 3. Sonra 1 tam 5-də 4. Bu nümunələr göstərə bilərik. Digəri 3 tam 3-də 2-dən kiçik. 4 dənə ədəd yenə. 3 tam 3-də 2-dən kiçik 3. 3 tam 3-də 1. 2 tam 3-də 2. 1 tam 3-də 2. Bunları göstərə bilərik. Sonra 5 tam 7-də 4-dən böyük. 5 tam 7-də 4-dən böyük. 5 tam 7-də 5. 6 tam 7-də 4. 5 tam 7-də 6 və 6. Sadəcə 6 tam böyükdür 5 tam 7-də 4-dən. Sonra 2 tam 10-da 1-dən kiçik. 2 tam 10-da 1-dən kiçik ola bilər 2 tam. 1 tam 10-da 3. 1 tam 10-da 8. 1 tam 10-da 9. Bu kimi nümunələr göstərə bilərik. 2 tam 3-də 2. 2 tam 3-də 2-dən kiçik 2. 1 tam 3-də 2. 1 tam 3-də 1. 2 tam 3-də 1. Və s. 1 tam 7-də 4-dən kiçik ədədlər. 1 tam 7-də 3. 1 tam 7-də 2. 1. Bir də 7-də 6. Bu kimi nümunələri göstərə bilərik. 5-ci tapşırıq. Verilən qarışıq ədədlər arasında şərtə uyğun olanları tapın. A variantı 4 tam 5-də 3-dən kiçik. 4 tam 5-də 3-dən kiçik. İndi baxaq ədədlərdən hansıdır? 1 tam 3-də 2, 4 tam 5-də 3-dən kiçikdir. 6 tam 5-də 1, 4 tam 5-də 3-dən böyükdür. 4 tam 5-də 2, 4 tam 5-də 3-dən kiçikdir. Çünki 4 tam hissələri bərabərdir. 5-də 3, 5-də 2-dən böyük olduğuna görə o da aid ola bilir. 4 tam 5-də 4, 4 tam 5-də 4, 4 tam 5-də 3-dən böyükdür. Deməli, yalnız ikisi kiçik oldu. 1 tam 3-də 2, 4 tam 5-də 2. Keçdik B variantına. 3 tam 8-də 5-dən böyük. 3 tam 8-də 5-dən böyük, 2 tam 8-də 5. Bu kiçikdir. 3 tam 4-də 3. 3 tam 4-də 3-ü 3 tam 8-də 5 ilə müqayisə eləyəndə bunların ya sürətini, ya məxrəcini eyni eləyib bərabər eləyə bilərik. Yəni, biz ancaq sürəti bərabər olan kəsrlər müqayisəsini bilirik, bir də məxrəci bərabər olan kəsrlər. Ona görə sürət və məxrəcini 4-də 3-ün 2-yə vururam. 8-də 6. Deməli, tam hissələr bərabər. 8-də 6, 8-də 5-dən böyük olduğuna görə 3 tam 4-də 3 böyükdür 3 tam 8-də 5-dən. 3 tam 6-da 5. 3 tam 6-da 5, 3 tam 8-də 5 ilə müqayisədə sürətlər bərabər olduğuna görə tam hissələr bərabərdir. Kəsir hissədən də sürətlər bərabər olduğuna görə məxrəci kiçik olan böyükdür. 3 tam 6-da 5 böyükdür 3 tam 8-də 5-dən. 5 tam 3-də 1, 5 tam 3-də 1 də böyükdür. Çünki tam hissə böyükdür. Deməli, 3 ədəd 3 tam 4-də 3, 3 tam 6-da 5, 5 tam 3-də 1 böyükdür 3 tam 8-də 5-dən. C variantına baxırıq. 2 tam 3-də 1-dən böyük və 5 tam 3-də 1-dən kiçik.
bu iki aralıqda seçəcəyik. 1/3-2 bu 2/3-1-dən kiçik olduğuna görə bu daxil deyil. 6/3-1 5/3-1-dən böyük olduğuna görə bu da aralığa daxil deyil. 5/3-2 5/3-2 5/3-1-dən böyük olduğuna görə bu da aralığa daxil deyil. 4/3-1 yalnız 4/3-1 2/3-1-dən böyük, 5/3-1-dən kiçikdir. 6-cıya baxırıq. Verilən ədədləri sıralayın. A variantı artan sıra ilə. 6/5-1 9/8 4/5-2 verilib 4 4/5-4. Deməli, artan sıra ilə kiçikdən böyüyə. Ən kiçiyi 9/8, sonra 4, sonra 4/5-2, sonra 4/5-4, sonra 6/5-1. Artan sıra ilə düzdür. İndi B variantına baxırıq. Azalan sıra ilə. Əvvəlcə ədədlərlə tanış olaq. 8-7, 2/5-2, 2/6-5, 5/2-1, bir də 5. Azalan sıra ilə düzəndə çoxdan aza doğru. Ən böyük burada hansıdır onu seçməliyik birinci. Ən böyük 5/2-1, sonra 5, sonra 2/6-5, sonra 2/7-5, sonra 8-7. Azalan sıra ilə də sıraladıq. Məsələ həllinə baxırıq. Lalə, Səbinə, Anar və Samir parka getdilər. Lalə parkda 1/6-1 saat, Səbinə 1/6-5 saat, Anar 2/3-1 saat, Samir isə 1/6-4 saat vaxt keçirdi. Kim parkda daha çox vaxt keçirdi? Təbii ki, bunların tam hissələri hamısı bərabərdir. Təkcə Anar 2/3-1. Tam hissəsi böyük olan daha çox vaxt keçirib. Ən çox vaxt Anar keçirib. 2/3-1 saat. Sonra uşaqlar parka keçirdikləri vaxta görə azdan çoxa sıralanarsa, Səbinə sıralamada kimdən sonra gələr? Əvvəlcə azdan çoxa sıralayaq, azdan çoxa. Deməli, ən kiçiyi 1/6-1. Sonra ən kiçiyi Lalə 1/6-1. Sonra Samir 1/6-4. Sonra Səbinə 1/6-5. Sonra Anar 2/3-1 sonda. Çünki azdan çoxa sıralanıb. Səbinə sıralamada kimdən sonra gələr? Kimdən sonra? Deməli, birinci gəldi Samir, Lalə. Lalədən, yox, birinci Lalə. Samirdən sonra. Samirdən sonra, Anardan qabaq olar. Bu qədər uşaqlar. İnşallah gələn dərsdə görüşərik. Sağ olun.